Bir gece 2 günlük möhtəşəm Qax turu vlogumun birinci hissəsiyle karşınızdayım. Bakıdan qatarla yola düşən iştirakçıları qarşılayıb Ağçaydakı qalacağımız olan kənd evinə yollandıq. Bütün tur boyu iştirakçılara samavar çayı verildi. Xoş gəldi edildi və səhər yeməyi başladı. Yeməyin ardından hazırlıklar görüldü və məşhur isti su hamamlarına yola düşüldü. Yol boyu qarlı dağları, çayları keçərək hamamlara çata-çatdakı yerləşmə məntəqəsi olan Domnikə çatdıq. Azizoviç Travel harda? Təlimatlar verildi və rəhbərliyim altında hamamlara yola düşdük. 15-20 dəqiqəlik qısa yürüyüşdən sonra hamamlara çatdıq. Bu hamamlara gelmek, hamamlarla beraber möhtəşəm Qax turuna gəlmək istəyirsə, mənimlə əlaqə saxlaya bilərsiniz. Fevral ayında, ayın ortasında və sonunda olacaq turlarını qoşula bilərsiniz. Güzeller felayalar. We have just left the hammam and we feel gorgeous, relaxed. My feet are warm. I keep it. Geri dönüşdə isə digər az istifadə olunan və tərk edilmiş baxımsız digər Domnikə baş çəkdik. Bütün iştirakçıların hamama olan səfərini yekunlaşdırdıqdan sonra Domnikə geri qayıtdıq. Samavar çayı qaynadıldı, yemək hazırlandı. Yekunlaşandan sonra gözəl mənzərələri geridə qoyaraq kənd evinə qayıtdıq. Qaldığımız ev və göstərdiyi dəstəyə görə Ağçay Kirayə Evlər səhifəsinə təşəkkür edirəm. Qaxa gəlsəniz kirayə evlər üçün səhifəyə müraciət edə bilərsiniz. Axşam yeməyi üçün hazırlıqlar görüldü, manqal yandırıldı, kebab çəkildi. Bununla da turun ilk günü başa çatdı. Daha çox gəzməli, görməli yerlər və turlar üçün məni və tur səhifəmi izləməyi unutmayın. Turun ikinci gün vlogunda görüşənədək. Başıma.